Salam uşaqlar. Güvən nəşrləri ilə yenidən davam edirik testlərimizin izahına. Növbəti test izahımız samitlərin deyilişi və yazılışı olacaq. Eyni zamanda Q və Ç samitlərinin tələffüzü və yazılışı qaydasına həsr olunacaq. Birinci sualdan başlayırıq. Saitlə başlanan şəkilçi artırdıqda Ç-ı əvəzlənməsi baş verən sözlərin cərgəsini müəyyən edin. Deməli, biz dedik ki, Ç-ı əvəzlənməsi sonu ik ilə tələffüz olunan sözlərə aiddir. Yəni, sonunda K ilə və yaxud da Q ilə bitən sözlərə aid deyil. Eyni zamanda, daha doğrusu Ç ilə bitən və yaxud da K ilə bitən sözlərimizə aid deyil. Bu ancaq ik ilə tələffüz olunan sözlərə aiddir. Biz eyni zamanda qaydanı deyərkən izah etmişdik ki, İlk samiti y samitinə bənzəyir. Əgər hansısa sözün sonunu y-ya bənzədə biliriksə, y kimi tələffüz edə biliriksə, demək ki, o adi vəziyyətdə və özündən sonra samitlə başlayan şəkilçi və yaxud söz gəldikdə ik kimi tələffüz olunur. Belə. İndi testə baxırıq. Demək ki, deyir ki, Ç-ı əvəzlənməsi baş versin. Təbrik sözündə, görürsünüz, təbrik sözündə sonda Ç ilə tələffüz olunur. Çiçək sözü ik ilə tələffüz olunur. Mexanik sözü də K ilə tələffüz olunur. K. Yəni ki, burada iklə tələffüz olunan bir dənə çiçək sözüdür. Ona görə A variantını çıxırıq. Ərik, ləçək və çiyələk sözü hər birinin sonundakı Ç samiti ik kimi tələffüz olunur. Cavab variantımız olacaq B variantı. İdrak sözü də Ç ilə tələffüz olunur. Kəpənək sözü ik ilə tələffüz olunur. Dərk sözü də Ç ilə tələffüz olunur. Ona görə C-ni də götürə bilməyəcəyik. Ürək sözündə ikdir. Müdrik sözündə Ç-dır. Texnik sözündə də K-dır. Ona görə bunların heç birisinə uyğun gələn variant yoxdur. Cavabımız olur B variantı. İkinci sual. İkinci sualda uyğunluğu istəyir bizdən. Q samiti olduğu kimi tələffüz olunsun, X kimi tələffüz olunsun və K kimi tələffüz olunsun. Nöqsan sözündə biz demişdik ki, sözün ortasında əgər Q samiti kar samitdən əvvəl işlənirsə, K kimi tələffüz olunur. K kimi tələffüz olunmaya uyğun gəldiyinə görə 3-ə A-nı yazacağıq. Bulaq sözü adi vəziyyətdə X ilə tələffüz olunur. X-ya uyğun gəldiyinə görə 2-ni qeyd edirik. Əlaqə sözü də söz ortasında, əgər saitlərin arasında işlənirsə Q samiti, sözün əvvəlində işlənərsə, bir də cingirti samitdən əvvəl işlənərsə Q kimi tələffüz olunurdu. Bu da uyğun gəlir 1-ə, 1C, 2B, 3A. Cavab variantımız olacaq A variantı. Üçüncü sual. Hansı cərgədə Q samiti ardıcıllıqla K, X və Q səslərini ifadə eləyir? Burada ardıcıllıq istəyir bizdən. Yəni, birinci söz K ilə tələffüz olunmalıdır, birinci söz də Q, ikincidə X ilə, üçüncüdə isə Q ilə tələffüz olunmalıdır. Şəfəq sözündə K ilə tələffüz olunur, uşaq sözündə X-dır, qələm sözündə də Q-dır. Ona görə uyğun variantımız elə A variantı olacaq. Növbəti testlərə baxaq, variantlara baxaq. Qanun sözündə Q ilə, birincisi Q ilə tələffüz olunur, ikincisi K-dır, şəfəq. Daha doğrusu K-dır, şəfəq. Bulaq sözündə də X ilə tələffüz olunur. Ona görə B-ni çıxartdıq. Nöqsan sözündə kar samitdən əvvəl işləndiyinə görə K olur. Balıq sözündə X-dır, bucaq sözündə də X-dır. C-də uyğun gəlmədi. Aşıq sözündə X-dır, vərəq sözündə K-dır. Qonaq sözündə də birincisi Q-dır, ikincisi X kimi tələffüz olunur. Yəni, burada 4 cür tələffüzə rast gəlirik. Ona görə D variantını da çıxardırıq. Sözlərdən birində T səsinin cingirtili qarşılığı işlənməmişdir. Bu nə deməkdir? Biz dedik ki, əvvəlki testlərimizdə də dedik ki, cingirtili qarşılıq, kar qarşılıq və yaxud da ümumiyyətlə sizdən sait soruşsa, samit soruşsa, hansı sait işlənib, hansı samit işlənib, bu tipli suallar sizdən soruşursa, sözün tələffüzünə baxın. Çünki elə səslər var ki, fərqli samitlə yazılır və yaxud saitlə yazılır, fərqli cür tələffüz olunurlar. Məsələn, O saiti yazıda O olub, A saiti kimi tələffüz olunanlar var. Və yaxud da D samitidir, T kimi tələffüz olunur və yaxud da T samitidir, qoşa T-dır, D kimi tələffüz olunur ikincisi. Yəni, bu tipli suallar olduğu zaman siz çalışın ki, sözü tələffüzünü yazasınız, tələffüzə əsasən hərəkət eləyəsiniz. Məsələn, baxın, hətta sözündə, belə baxanda hətta sözündə D yoxdur, düzdür? Amma biz bunu tələffüz edərkən hətta kimi tələffüz eləyirik D ilə. Demək ki, burada D samiti işlənib. Ona görə A-nı çıxardırıq. Deyir ki, işlənməmişdir, yəni D işlənməsin.
Palıd sözündə adi vəziyyətdə biz bunu tələffüz edərkən t-nı d kimi tələffüz edirik də. Deyirik ki, palıd t kimi tələffüz olunur. Burada isə tələffüzdə d yoxdur. D olmadığına görə cavab variantımız olacaq C variantı. Həftə sözündə dedik ki, söz ortasında iki kar samitdən ikincisi t samitidirsə, d kimi tələffüz olunur. Yəni, həftə kimi tələffüz edirik biz bunu. İçərisində d olduğuna görə B-ni də götürmürük. Addım sözü də olduğu kimi tələffüz olunur və d olduğuna görə D-ni də götürmürük. Daha sonra 5-ci suala baxırıq. 5-ci sualda deyir ki, uşaq otağı birləşməsində uşaq sözünün, bax, uşaq sözünü istəyir bizdən. İkinci sözü istəmir, uşağı istəyir. Səhv fikir istəyir. Demək ki, uşaq sözünü biz uşaqlar adi vəziyyətdə, yəni otaq sözü olmasaydı, adi vəziyyətdə biz x ilə tələffüz edirik, düzdür? Və x ilə bitən sözlər, yəni x ilə tələffüz olunan sözlər, özündən sonra sait ilə başlayan söz və yaxud şəkilçi gəldiyi zaman x, ğ kimi tələffüz olunur. Sait gəlib, otaq sözü, ona görə uşaq sözünü biz ğ kimi tələffüz eləyəcəyik. Ğ səsi oldu burada. Yəni, ğ səsindən istifadə eləmişik. Sözdəki ğ samitinin kar qarşılığı x samitidir. Bəli, sözdə ğ samiti işlənib. Və ğ samitinin də kar qarşılığı x samitidir. Bu düzgün fikirdir. Ahəng qanununa tabe edib, bəli, hər ikisində qalan sait işlənib. Hər sait ikisi də qalandı, ona görə bu da düzdür. Yazılışı ilə deyilişi fərqlənir, bəli, fərqlənir. Q ilə yazılıb, ğ kimi tələffüz olunur. Sözdəki saitlər qalın, açıq, dodaqlanmayandır. Xeyr. Qapalı saitimiz var. U saiti eyni zamanda dodaqlanan saitdir. U saiti. Ona görə D variantı yanlış fikirdir. Baxırıq növbəti tapşırığımıza. 6-cı sual. Hansı sözə saitlə başlanan şəkilçi artırsaq Q-yu əvəzlənməsi baş verər? Baş verər. Deməli, Q-yu əvəzlənməsində biz dedik, sonu ik ilə tələffüz olunan sözlərə aiddir. Baxın, idrak, idraka. Bu Q ilə tələffüz olunur. Q ilə tələffüz olunduğuna görə də Q idraka olur. İdrakiya deyə bilmirik biz buna. Y-yə çevirə bilmirik. Ona görə A-nı çıxartdıq. Şərik sözü də onun kimi Q ilə tələffüz olunur. Təbrik sözü də Q ilə tələffüz olunur. Ərik sözündə isə sonu ikdir. Ərik sözünə bir saitlə başlayan şəkilçi artırdığımız zaman Y-yə çevrilir Q-sı. Ona görə cavabımız D variantıdır. Daha sonra 7-ci suala baxırıq. Q samiti ilə bitən bir çox sözlər saitlə başlanan şəkilçi qəbul etdikdə Q-ğı əvəzlənməsi baş verir. Hansı cümlədə nöqtələrin yerinə saitlə başlanan müvafiq hal şəkilçisi artırsaq, bu əvəzlənmə baş verməyəcək. Yəni, elə bir söz olacaq ki, həmin sözə biz saitlə başlayan şəkilçi artıracaq və Q-ğı əvəzlənməsi baş verməyəcək, əvəz olunmayacaq. Ev sahibinin son sözü qonağı razı salmadı. Qonağı razı salmadı. Bax, ı-nı əlavə edirəm burada. Bu q çevrilir ğı olur. Demək ki, burada olur. Babanın aldığı hədiyyə uşağın çox xoşuna gəldi. Uşağın ğı-ya çevrilir. Otaq rahat olması yorğunluğumu unutturdu. Otağın rahat olması. Burada da ğı-ya çevrilir. Dram əsərlərində monoloq və dialoq təsirli olması yazıçının ustalığından irəli asılıdır. Monoloq və dialoqun demirik biz artıq, dialoqun deyirik. Burada q olduğu kimi qalır. Ona görə cavab variantımız D variantıdır. 8-ci sual. Çiyələk sözündən sonra hansı söz işlənərsə, çiyələk sözünün son samiti ik kimi tələffüz olunar. Biz dedik ki, çiyələk sözü adi vəziyyətdə onsuz da ik kimi tələffüz olunur. Adi vəziyyətdə necə tələffüz olunursa, özündən sonra samit ilə başlayan söz və yaxud şəkilçi gəldiyi zamanda samit. Söz və ya şəkilçi gəldiyi zamanda bu cür tələffüz olunur. Yəni, ik kimi tələffüz olunur. Sait gəldiyi zaman isə y-ya çevrilir. Daha doğrusu, q-y əvəzlənməsi baş verir. Şəkilçi gəldiyi zaman yazıda və tələffüzdə, söz gəldiyi zaman isə yalnız tələffüzdə biz onu y kimi tələffüz edirik. Cavab variantımız olacaq B variantı. 9-da hansı cərgədəki sözlərin hamısına saitlə başlayan şəkilçi artırsaq son samiti dəyişir. Zambaq, zambağın, külək, küləyin, üzük, üzüyün. A variantı.
Təbrikdə sonu ç-dır, dəyişmir. Natiqdə sonu k-dır, dəyişmir. Ağacda da ki, ümumiyyətlə dəyişmə olmur. Saytla başlayan şəkilçi artırıldığı zaman. Sonra türk sözü də onun kimi, pələng sözü də onun kimi. Maraq sözündə bir dənə marağın ğ-ya çevrilir. Qonaq sözündə ğ-dır. Buludla məntiq sözündə isə saytla başlanan şəkilçi artırdığımız zaman dəyişmə olmur. Bircə qonaq sözündə burada dəyişdi, bir də maraq sözündə. Qalanlarda uyğun gəlmədi. Cavabımız oldu 9-da A variantı. 10-cu sual. Hansı cərgədə q samitini ardıcıllıqla q, x və k kimi tələffüz eləyirik? Baxaq, ardıcıllığı istəyir. Demək ki, birinci sözdə q olmalıdır, sonra x olmalıdır, sonra da k səsindən istifadə olunmalıdır. İstiqlal. İstiqlal sözündə q-dır. Qonaq sözündə birincisi q-dır, ikincisi x-dır. Təqsir sözündə də k-dır. Demək ki, istiqlal, qonaq, deməli, cərgədə samit ardıcıllıqla. Aha, demək ki, cavab variantımız A-ya uyğun gəlir uşaqlar. Niyə A-nı götürürük? İstiqlal sözündə q-dır. Qonaq sözünün əvvəlini yox, sonunu yəqin ki, götürüblər burada x kimi. Qonaq. Təqsir sözündə də k kimi tələffüz olunur. Cavabımız A variantıdır. Növbəti testlərə baxaq, növbəti variantlara baxaq. Əlaqə sözündə q kimi tələffüz olunur, şəfəq sözündə k kimi tələffüz olunur, bulaq sözündə isə x kimi tələffüz olunur. Burada ardıcıllıq pozuldu. Miqyas sözündə q kimidir, uşaq sözündə x kimidir, qələm sözündə isə miqyas, burada q-dır. Aha, qələm sözündə də q kimi tələffüz olunur, ardıcıllığı pozdu. Aşıq sözündə x-dır, ocaq sözündə x-dır, nöqtə sözündə k-dır. Burada da ardıcıllıq yoxdur. Cavab variantımız uyğun gəlir A-ya. Daha sonra hansı sözü saytla başlayan şəkilçi artırsaq ç-yı əvəzləməsi olmaz? Təbrik sözü təbii ki. Niyə? Çünki biz dedik ki, təbrik sözü ç ilə tələffüz olunur. Ç-yı əvəzlənməsi isə ik ilə tələffüz olunan sözlərə aiddir. Ərik əriyə, çörək çörəyə, ləçək ləçəyə. Amma təbrik sözündə təbriyə demirik, təbrikə deyirik, ç ilə tələffüz edirik. Cavab variantımız olacaq C variantı. 11-ə baxaq, 12-yə daha doğrusu. Kəpənək sözünün son samiti cincirtili qarşılığı kimi tələffüz olunur. Burada tam düşməyib test. Bu testi bir dəqiqə. Deməli, kəpənək sözünün son samiti nə vaxt ik samitinin cincirtili qarşılığı kimi tələffüz olunur. İk samitidir burada. Tam düşməyib. İk samiti. Yəni, ik samitinin cincirtili qarşılığı nədir? Y samitidir. Yəni, y kimi tələffüz olunacaq. Nə zaman y kimi tələffüz olunar? Kəpənək sözü onsuz da ik ilə tələffüz olunan sözdür. İk də ümumiyyətlə ç-yı əvəzləməsi nə zaman baş verirdi? Saytlə başlanan şəkilçi artırdığımız zaman. Deməli, baxın, çıxışlı xal samitlə başlayır, düzdür? Cəm şəkilçisi də samitlə başlayır. Tutmaq sözü də samitlə başlayır. Cavabımız olacaq A variantı. Niyə? Çünki mənsubiyyət şəkilçilərində saitlə başlayan şəkilçilərdir, mənsubiyyət şəkilçiləri. Saitlə başladığına görə cavab variantımız olacaq A variantı. 13. Qonaq sözünün son samiti nə vaxt? Qonaq sözünün son samiti nə vaxt? X samitinin cincirtili qarşılığı ilə əvəz edilər. Yəni, Q ilə əvəz edilər. Bu da elə ik samitinin y-ya çevrilməsini bildirir. Yəni, X-nın cincirtili qarşılığı Q kimi nə zaman əvəz edilə bilər bu? Sözə cəm şəkilçisi artırdıqda, sözə çıxışlıq. Bax, cəm şəkilçisi samitdir, çıxışlıq halda samitdir. Qarşılamaq sözü də samitdir. Mənsubiyyət şəkilçisi qəbul etdikdə, X ilə bitən sözlər mənsubiyyət şəkilçisi qəbul etdiyi zaman Q-ya çevrilir. 14-ə baxaq. Cümlələrin birində nöqtələrin yerinə Q samitinin çar qarşılığı yazılmalıdır, yəni X samiti yazılmalıdır. Yamanlığa yaxşılıq ər kişinin. Görürsünüz, ər sözü sait ilə başlayan sözdür. Ona görə Q samiti burada Q ilə tələffüz olunmalıdır. Sürülər yaylaqdan qaydırdı. Görürsünüz, burada da yaylaq sözü q ilə bitir. Özündən sonra samit gəldiyinə görə x kimi tələffüz olunur. Torpaq vaxtında, baxın, torpaq vaxtında şumlansa, vaxtında sözü samit ilə başladığına görə torpaq sözünün sonundakı q x kimi tələffüz olunacaq.
Elşadın əxlaqlı insan olduğunu hamı bilir. Əxlaq. Əxlaq sözü adi vəziyyətdə, burası qını yazdım. Əxlaq sözü adi vəziyyətdə k kimi tələffüz olunur. Əxlaqlı. Yəni özündən sonra samit də gəldiyi zaman k-dır. Amma yazıda isə biz bunu əxlaq, q ilə yazırıq. Tələffüzdə k-ya çevrilir. Burada bizdən q samitinin kar qarşılığının yazılmasını istirdi. Q k-dır. K. Q k-dır. Bizdən k-nı istəyir. K-nı istədiyinə görə biz cavab variantı olaraq D-ni götürəcəyik. D-ni. Daha sonra 15-ci suala baxırıq. Hansı cərgədəki sözlərə saitlə başlanan şəkilçə artırdığımız zaman ç-y əvəzlənməsi baş verər? Yenə də iklə bitən sözlərdir bu. Çiyələk və ərik sözləridir. Malikdə ç-dır, təbrikdə də ç-dır. Sonra mayak sözündə də k-dır. Ürək sözündə ik-dir. İdrak sözündə ç-dır. Çiçək sözündə də ik-dir. Amma çiyələk və ərik sözlərinin hər ikisində ik olduğuna görə və ikləri də biz y-ya çevirə bildiyimizə görə cavabımız olacaq B variantı. 16-cı sual. Cümlələrin birində nöqtələrin yerinə lazım olan şəkilçini artırsaq, qığı əvəzlənməsi baş verər. Kitabın vərəqi. Maraqlı vərəqində, daha doğrusu. Vərəqində maraqlı məlumata rast gəlmək olar. Vərəqində. İdi bu. Vərəq sözü də sonu k ilə tələffüz olunduğuna görə ümumiyyətlə biz dedik ki, qığı əvəzlənməsi nə zaman baş verir? Q ilə bitən sözlər x kimi tələffüz olunduqda. Biz x ilə bitən söz axtarmalıyıq. Bulaq. Bulaq suyundan doyunca içdiyi. Bulaq x ilə tələffüz olunur təbii ki. Amma özündən sonra sait gəlməlidir ki, q-ya keçsin. Burada da suyu sözü samitdir. Ona görə x ilə tələffüz olunacaq. Bu da uyğun gəlmir. Kapitan Mayak gələcək siqnalı gözləyirdi. Mayakdan gələcək siqnalı gözləyirdi. Bu da adi vəziyyətdə k ilə tələffüz olunur. K ilə tələffüz olunanlarda da ümumiyyətlə q əvəzlənməsi baş vermir. Aşıq bağda dara, zülfünü bağda dara. Aşiqəm bağda dara. Aşiqəm. Burada da bu q ilə tələffüz olunan sözdür. Q-da da q ilə tələffüz olunan sözlərdə də əgər biz saitlə başlanan şəkilçi artırarsaq, bu zaman q kimi yenə də qalır. Əgər adi vəziyyətdə işlətsəydik, biz bunu özündən sonra samit gətirsəydik, bu zaman k kimi tələffüz olunardı. Amma sait gəldiyinə görə aməm şəkilçisi gəlib, bu zamanda q kimi tələffüz olunacaq. Bir dəqiqə, burada variant niyə çıxmadı? Nə istəyir bizdən? Q əvəzlənməsi baş verər. Q əvəzlənməsi. Hə, bulaq sözündə, axı mən bunu düzdür, bayaq bulaq sözünü adi vəziyyətdə oxudum axı. Deyir axı şəkilçi bərpa eləməliyik biz bura. Bulaq sözünə şəkilçi bərpa olunmalıdır da cümlənin içində. Cümləni oxumadım mən. Qardaşım bulağın suyundan, hə, bulaq suyundan, bulağın suyundan. Burada ını da əlavə eləyə bilərəm mən. Adi vəziyyətdə də bunu mən işlədə bilərəm təbii ki. Amma şəkilçi bərpa olunmasını istədiyinə görə biz bura bərpa eləməliyik. Deməli, bulağın suyundan, təbii ki, x ilə bitən sözlərdə biz dedik ki, adi vəziyyətdə x ilə tələffüz olunan sözlərə saitlə başlayan şəkilçi artırdığımız zaman q əvəzlənməsi baş verir. Elə cavabımız B variantıdır, B. On 17-ci suala baxaq. Klasteri tamamlamamızı istəyir bizdən. Saitlə başlanan şəkilçi artıranda ç-y əvəzlənməsi baş versin. Çiçək sözü adi vəziyyətdə iklə tələffüz olunur. Saitlə başlayan şəkilçi artırdığımıza görə y-yə keçəcək. Çiçəyə, köynəyə, əriyə, hamısında y-yə çevrilir. Aşağıdakı sözlərdən də y-yə çevrilən sözü istəyir bizdən. Təbii ki, çiyələk sözü olacaq burada. Çiyələyə. Malikə sözündə maliyə deyə bilmirik, idraya deyə bilmirik, təbriyə deyə bilmirik. Görürsünüzmü? Hamısında sonu ç ilə bitir. Yəni ç ilə tələffüz olunur. Ona görə bunların heç birisi uyğun gəlməyəcək cavabımıza. Tək, tük, lək kimi sözlərə yəli hal şəkilçisi artırdıqda ç-y əvəzlənməsi olmamasının səbəbi nədir? Bu sözlərin təkəcalı olması. Təkəcalı sözlərdə biz ç-y əvəzlənməsi etmirik, q-ğı əvəzlənməsi etmirik.
Çünki təkcəli sözlərdə məna dəyişkənliyinə uğrayır. Eyni zamanda məna, yəni biz tələffüz edərkən o düzgün şəkildə tələffüz olunmur. Adi vəziyyətdə biz onu tələffüz edərkən düzgün şəkildə tələffüz olunmur. Yəni biz onları necə tələffüz ediriksə, o formada da qaydalarımız var. Qaydalara zidd olduğuna görə təkcəli sözlərdə bu dəyişikliyə yol vermirik. Ona görə cavabımız C variantı olacaq. 19. Sillogizmi tamamlayın. Söz sonunda ç samiti x kimi tələffüz olunan sözlərə saytda başlanan şəkilçi artırdığımız zaman ç-yə əvəzlənməsi baş verir. Kəpənək, çiçək sözlərində saytda başlanan şəkilçi artırdıqda ç-yə əvəzlənməsi baş verir. Biz sillogizmi nə demişdik? Demişdik ki, iki fikrin hər ikisində olan uyğunluq olmalıdır. Yəni 1 ilə 3-ün ikisinin də əks olunduğu fikir olmalıdır. Deməli deyir ki, ç samiti ik kimi tələffüz olunan sözlərə saitlə başlayan şəkilçi artıranda ç-yə əvəzlənməsi baş verir. Demək ki, kəpənək və çiçək sözlərinin sonu ik kimi tələffüz olunur. Cavabımız olacaq C variantı. Daha sonra 20-yə baxırıq. Verilən tələblərin hər ikisinə uyğun gələn söz. Hər ikisinə uyğun gəlsin. Tərkibində saitlərin hamısı açıqdır. Tərkibində saitlərin açıq olduğunu nəzərə alsaq, nəinki sözündə qapalı sait var, növbəti sözündə də qapalı sait var, nümunə sözündə də qapalı sait var. Açıq sait ancaq nəğməkar sözündədir. Samitlərdən üçünün qarşılığı yoxdur. Bəli, n-dır, m-dır və r-nın qarşılığı yoxdur. Cavabımız olacaq B variantı. Sonra 21-ci test. Tələffüz şəklində verilmiş hansı sözün son samiti ç hərfi ilə yazılmalıdır? Tələffüz şəklində verilmiş sözlərdən hansının sonu ç ilə yazılmalıdır? Baxaq. Mayak sözünü k ilə ç ilə yazırıq. Xalq sözündəki q ilə yazılır. Torpaq sözü də q ilə yazılır. Bioloq sözü də q ilə yazılır. Ona görə A variantıdır cavabımız. Sillogizmi tamamlayın. Sillogizmdə də yenə də ortaq fikir istəyir. İkisinin də ortaq fikir olmalıdır. İkisinə də aid bir fikir olmalıdır. Söz sonundakı q samiti x kimi tələffüz olunan sözlərə saitdə başlanan şəkilçi artırdıqda q-ğı əvəzlənməsi baş verir. Bunların da sonu q ilə bitir, x kimi tələffüz olunur. Ona görə bu sözlərdə də q-ğı əvəzlənməsi baş verəcək. Qoruq və ocaq sözləri q-ğı əvəzlənməsi ilə işlənirlər. Özündən sonra sait gəldikdə. Ona görə cavabımız C variantı olacaq. Nümunələrdən birində nöqtələrin yerinə lazım olan şəkilçini artırsaq, ç-yə əvəzlənməsi baş verər. Çəmənlik, yenicə açılmış lalələr gözü. Çəmənlikdə, baxın, d samitlə başlayır. Samitlə başladığına görə ç-yə əvəzlənməsini biz etməyəcəyik. Saitlərdə ancaq edirik. Arılar çiçəkdən nektar çəkirdi. Burada da dan-dən samitlə başlayır deyə olmayacaq. Güclü külək səsi insanı qorxuya salırdı. Güclü küləyin səsi. Baxın, ın şəkilçisi saitlə başlayır. Külək sözü də iklə tələffüz olunan sözdür. Sait gəldiyi zaman y-yə çevrilir. Burada da y olacaq. Ona görə C variantını cavab kimi götürürük. Birinci iştirak səhnəyə çıxdı. İştirakçı. Burada da iştirak sözündə sonu ç kimi tələffüz olunur. Ç kimi tələffüz olunduğuna görə də burada ümumiyyətlə ç-yə əvəzlənməsi baş verməyəcək. Sonu iklə tələffüz olunan sözlərə aiddir. Külək sözündəki kimi iklə tələffüz olunsaydı adi vəziyyətdə, o zaman biz onu y-yə çevirə bilərdik. Növbəti testimizə baxaq. 24. Hansı cərgədə q hərfi 3 müxtəlif səsi ifadə edir? Q hərfi. Baxaq. Ocaq sözündə q x kimi tələffüz olunur. Balıq sözündə də x-dır. Qulaq sözündə də x-dır. 3 eyni hərfi, eyni səsi ifadə edir q. Ona görə bunu çıxartdıq. Barmaq sözündə x, qələm sözündə q, nöqsan sözündə də k kimi tələffüz olunur. Cavabımız olacaq B variantı. Birində x-dır, birində q-dır, digərində isə k səsini verir. Təqsir sözündə k, əxlaq sözündə k, əlaqə sözündə isə q. Burada 2 səsi verir. 2 səsi verdiyinə görə C-ni çıxartdıq. Yəni ikisində k-nı verir, birində isə q-nı verir, ona görə çıxardırıq. Qonaq sözündə birində q-dır, ikincisində x-dır. Torpaq sözündə x-dır, xanlıq sözündə də x-dır. Yəni burada da 2 səsi verdiyinə görə D-ni çıxardırıq. Cümlələrin birində nöqtələrin yerinə q samitinin kar qarşılığı yazıla bilməz. Yəni x yazıla bilməz. Baxaq. Yaxşılığa yaxşılıq. Bəli, x olacaq. Niyə? Çünki q ilə bitən sözlər adi vəziyyətdə x-la tələffüz olunurlar.
Özündən sonra samit gəldikdə də x ilə tələffüz olunurlar. Burada x-dır. Burada yazıla bilməz istədiyinə görə bilər deyə bunu çıxırıq. Çobanlar yaylaqdan. Baxın, yenə də x ilə tələffüz olunub və özündən sonra samit gəldiyinə görə yenə də x ilə tələffüz olunacaq. Torpaq vaxtında şumlansa məhsul bol olar. Baxın, torpaq sözü də özündən sonra samit gəldiyinə görə x kimi tələffüz olunacaq. Onun əxlaqlı. Əxlaq sözü k ilə tələffüz olunur. Özündən sonra samit gəldiyinə görə yenə də k ilə tələffüz olunacaq. Ona görə cavabımız D variantı olacaq. Sonra növbəti sual 26. Söz sonundakı k samitinin tələffüzünü nəzərə alaraq uyğun olan bəndi müəyyən edin. K kimi tələffüz. Tank, şərik. Deməli, tank sözündə k-dır. Amma şərik sözündə k kimi tələffüz olunur. Ona görə 4 uyğun gəlmir. 4-ü götürürük. Yox, deyir, uyğunluğu müəyyən edin. Hə, uyğunluğu müəyyən edin deyirsə, onda 1-i götürürük. Hansına uyğundursa onu götürməliyik. Demək ki, cavabımızda 1 olacaq. Şərik uyğun gəlmir. Sonra, ərik sözündə ik istəyir bizdən. Ərik uyğun gəlir, ik ilə tələffüz olunur. Amma malik sözü k ilə tələffüz olunur. Ona görə malik sözünü götürmürük. Ç kimi idrak sözünü götürürük. Ç'dır. Amma çiyələk sözündə ikdir. İk olduğuna görə çiyələk sözünü də çıxırıq. Cavabımız olacaq 1, 2, 3, yəni A variantı. Hansı cümlədə səhv yazılmış söz var? Baxaq. Bakı küləklər şəhəridir. Bu düzdür. Burada heç bir səhv yoxdur. Mən fəxr edirəm ki, Azərbaycanlıyam. Burada da bir səhv yoxdur. Uşaqlar, bəlkə də fikirləşərsiniz ki, Azərbaycanlıyam sözündə böyük hərflə yazılmalıdır. Qoy buna da toxunum burada. Azərbaycanlı, əgər millət adını bildirirsə, yəni millət olaraq, xalq olaraq işlədiriksə biz onu, ölkə adına bənzəyən, məsələn, Azərbaycanlı, Özbəkistanlı, Qazaxıstanlı, bu tipli işlədiriksə, bu zaman ilk hərf kiçiklə yazılır. Təbii ki, söz ortasında və yaxud da söz sonunda kiçiklə yazılacaq. Ölkə adı deyil ki o, yəni ölkə adı kimi işlənsə, Azərbaycan sözü işlənsə və yaxud Özbəkistan, Qazaxıstan, bu tipli işlənsə, bunu biz böyünə yazırıq. Amma l şəkilçisi işlənibsə orada, o artıq millət adını bildirir. Millət adını bildirirsə də biz onu kiçiklə yazmalıyıq. Yəni burada Azərbaycanlı sözü düz yazılıb. Bunu qarışdırmayın ondan. Burada düzdür, burada düzdür. Nənəm çox dadlı yemək bişirir. Baxın, burada da səhv. Yemək bişirir olmalıdır. K ilə işlənməlidir. Niyə? Çünki biz k ilə yazırıq yemək sözünü. Bu tələffüz zamanı yemək, ik kimi tələffüz olunur. Tələffüzdə yemək sözü özündən sonra samit gəldiyinə görə ik ilə tələffüz olunacaq. Amma yazıda isə biz bunu k ilə yazırıq. Ona görə cavabımız C variantı olacaq. Meşədə azan uşaqlar kompasın köməyi ilə yolu tapdılar. Burada da heç bir səhv yoxdur. Hamısı doğru şəkildə yazılmışdı sözlər. Daha sonra 28. Nöqtələrin yerinə uyğun gələn hərflərin ardıcıllığını müəyyən edin. Gənc zabitlər əsgərlərə döyüş sənətinin sirlərini başa salırlar. Uşaqlar, burada yəqin ki, bəzilərini, zırhını götürüblər. Amma burada r olmamalıdır. Niyə olmamalıdır? Çünki biz eyni cinsli qoşa samitli tək-hecalı sözləri əgər samit şəkilçilərlə, samitlə başlayan şəkilçilərlə işlədiriksə, yəni tək-hecalı sözdürsə və sonu eyni cinsli samitlə bitirsə, onlara biz samitlə başlayan şəkilçi artırdığımız zaman sonundakı qoşa samitdən biri ixtisar olunmalıdır. Yəni burada 2 dənə r olmamalıdır. Niyə? Çünki kök və şəkilçi qovşanında 3 dənə samit yan-yana işlənə bilməz. Qaydamız budur. Ona görə r-nın birini biz bura yazmırıq. Yəni burada heç bir şey olmayacaq. Yazılmayacaq heç bir şey. Olur burada C samiti, G, bir də T samit səsləri, daha doğrusu hərfləri yazılmalıdır. Ona görə A variantı. C-ni götürmürük. B, D-də uyğun gəlmir. 29-a baxaq. Q samitinin tələffüzünü nəzərə alaraq uyğun bəndə istəyir bizdən. X kimi tələffüz olunan söz. Bir də ocaq sözündə Q, X kimi tələffüz olunur. Bu düzdür. Amma buradakı Q biri K kimi tələffüz olunur. Yəni birincisi K-dır. İkincisi Q kimi tələffüz olunur. Uyğun gəlmir X-ya. Ona görə 4-ü götürməyəcəyik. K, otaqsız. Burada X kimi tələffüz olunur. Amma təksir sözündə isə K-dır. Ona görə 5-i götürəcəyik.
Məqsəd sözündə də k-dır, miqyas sözündə isə q olduğu kimi qalır. Ona görə cavabımız olacaq 1, 5 və 6. C variantı. 30. Hansı cərgədəki sözlərin birinci samitini qarşılığı ilə əvəz edib yeni sözlər yaratmaq olar? Səfər, zəfər, kül, gül, zaman, saman. A variantı. Danış, tanış burada olur. Kitab, kitab olmaz. Ona görə B-ni də çıxartdıq. Zal, sal, sal olar, amma kitab sözü uyğun gəlmədiyinə görə bunu çıxardırıq. Dərs sözündə tərs, boz, poz, günəş, künəş olmaz. Bir dənə künəş sözü burada körlüyor. Göz, köz, qələm, kələm deyə bilmərik. Zambaq, sanbaq da deyə bilmərik. Bunların ikisi də uyğunlaşmır. Ona görə D-ni də çıxardırıq. Cavabımız olacaq A variantı. Növbəti 31-ci test. Hansı cümlədə fərqləndirilmiş sözün bu cür tələffüz olunması yanlışdır? Döşək üzü, uşaqlar, döşək sözü ç ilə bitir, düzdür? İlk kimi tələffüz edirik adi vəziyyətdə də biz onu. Özündən sonra saitlə başlayan söz qəbul etdiyinə görə döşək üzü. Bu düzgün yazılıb. Daha doğrusu tələffüz olunub. Ç-dan sonra sait gəldiyi zaman və həmin ç ilk kimi tələffüz olunursa, özündən sonra saitlə başlayan söz və şəkilçi gəldiyi zaman y-ya çevrilir. Bu düzdür. Ürək açan da onun kimi. Ç-dır, ilklə tələffüz olunur, özündən sonra sait gəldiyinə görə y-ya çevrilir. Bu da düzdür. Ləçəyinə, arı qızıl gülün ləçəyinə qonmuşdur. Ləçək sözü də ç-nandır, ilk kimi tələffüz olunur, ç-nan yazılır. Özündən sonra sait gəldiyinə görə y-ya çevrilib. Bu da düzdür. Saray açılanda bizi fəhlələr bütün rayon təbrik edəcək. Sizi fəhlələr bütün rayon təbrik edəcək. Təbrik sözü təbrik demirik biz buna. Təbrik deyirik. Yəni ç ilə tələffüz olunmalıdır. Ona görə yanlış variantımız D variantıdır. Sonra 32-yə baxaq. Hansı bənddə kar və cinciltili samitlərin sayının bərabər olması üçün nöqtələrin yerinə cinciltili samit yazılmalı? Bax, nöqtələrin yerinə cinciltili samit yazılsın deyir. Kar samit yox, cinciltili samit. Deməli, C cinciltili, D cinciltili, F kardır. Bir dənə kar samit yazmalıyıq ki, bunların sayı bərabərləşsin. 2 cinciltili olacaq, 2 kar olacaq. Kar yazmalıyıq. Amma bizdən testdə cinciltili istədiyinə görə biz bunu götürməyəcəyik. B, V, Y. Hər ikisi cinciltili samitdir. Biz gərək 3 dənə kar samit yazaq ki, bərabərləşsin. Ona görə bu da getdi. M cinciltili samitdir. S ilə T 2 dənə kar olduğuna görə bir dənə də cinciltili samit bura yazmalıyıq. Ona görə cavabımız olacaq B variantı. Burada da hamısı kar samitdir D-də. 3 dənə gərək cinciltili samit yazaq. Daha doğrusu kar və cinciltili samitlərin sayını bərabər nöqtələrin yerinə cinciltili samit yazılmalıdır. Hə, burada 4 dənə istəyir də, 4 dənə olsun. Deməli, 2 dənə kar istəyir, 2 dənə cinciltili. Amma burada 3 dənə kar verilib. Ona görə D-ni də çıxardırıq. Elə cavabımız B variantıdır uşaqlar. B. B-ni götürməlisiniz. 33-ə baxaq. Üzrlü sayın uşaqlar. Deməli, 33-də hansı cümlədə nöqtələrin yerinə y hərfi yazılmamalıdır? Y-ni yazmayacaq, yazılmayacaq. Böyüyün sözünə baxmayan xeyir tapmaz y. Y-ni yazırıq, ona görə bu variant çıxdı. Arı qızıl gülün ləçəyinə, burada da y-dır. Atanın tədbirdə iştirakı hamını duyğulandırdı. Ç yazıldığına görə C-ni götürəcəyik. Qardaşım kəpənəyin rənginə heyranlıqla baxırdı. Burada da y olduğuna görə götürmürük. 34. Nöqtələrdən birində, daha doğrusu sözlərdən birində ç samitinin yazıldığı kimi, ç samiti yazıldığı kimi tələffüz olunmur. Deməli, ç yazıldığı kimi burada tələffüz olunur. Ç-dır. Keçidə də ç-dır. İdraççıda da ç-dır. Ç ilə tələffüz edirik. Amma çiyələk sözündə sonu ik ilə tələffüz olunur. Ona görə cavab variantımız olacaq C variantı. Müharibə sözündə işlənməmişdir. Müharibə. İncə qapalı dodaqlanan sait var. Ü saiti işlənib. Kar qarşılığı olmayan cinciltili samit. Kar qarşılığı olmayan cinciltili samitlər var. M var, R var. İşlənib. Cinciltili qarşılığı olmayan kar samit H var. İşlənib. Qalın qapalı dodaqlanan sait yoxdur. Qalın qapalı dodaqlanan saitimiz U saitidir. U saiti də burada işlənməyib. Yaxşı uşaqlar, bu qədər. Sona qədər izlədiyinizə görə təşəkkür edirəm. Çox sağ olun. Növbəti videolarımızda görüşənə qədər.